Nəzərə alsaq ki, Qara Dənizin bir hissəsi həm də Ukraynanın yurisdiksiyasında idi. İndi Rusiya həmin əraziləri işğal edib. Belə olan halda Ukraynanın Qara Dənizə hücum eləməsi, Qara Dəniz ətrafı bölgələrdə fəal olmağa çalışması və yaxud da revanş cəhdləri anlaşılandır. Yəni Ukrayna itirdiyi əraziləri qaytarmaq istəyir. Təbii ki, Rusiyanın Qara Dəniz donanması indi elə qara günlərini yaşayır. Amma bu da məhz Ukrayna ordusunun rəşadəti sayəsində olubdur. Onlar hər zaman, hər fürsətdə Qara Dənizdəki Rus donanmasına hücumlar elədilər. Krımın özü indi çox ciddi şəkildə vurulur. Ümumiyyətlə, Ukrayna dronları artıq dünyanın bir hərb möcüzəsi kimi qəbul edilə bilər. Onlar onlarla modeldə, modifikasiyada dronlar var. 2000-3000 kilometrə qədər uçan dronlar var. Rusiyanın hətta bir çox bölgələrindən, nə bilim, hava hücumundan müdafiə sistemlərinin üzərindən keçib gedən dronları var. Təsəvvür edin ki, bugün siz də qeyd elədiniz, demək olar ki, çox fərqli coğrafiyalarda, çox fərqli bölgələrdə, hətta paytaxt Moskvada, Peterburqda, Həştərxanda, Başkürdistanda, Krımda, Soçidə biz Ukrayna dronlarının işlədiyini görürük. Və təbii ki, onların əsas hədəfləri neft ayırma zavodlarıdır, neft emalı zavodlarıdır, hərbi obyektlərdir, logistikadır. Rusiya ordusunun yerləşdiyi məkanlardır, Rusiya ordusu üçün vacib olan yerlərdir, yollardır. Yəni, bütün bunlar hamısı onu deməyə əsas verir ki, əslində Ukrayna ordusu xaotik bir, belə körtəbi bir müharibə aparmır. Çox yüksək səviyyədə planlaşdırılan, ciddi şəkildə belə, yəni nəzarətdə olan, dəqiq ünvanlara saldırılan, yəni dəqiq ünvanlara hücumlarına müşahidə olunan bir müharibə aparır. Yeni bir müharibə aparır. Aydın məsələdir ki, bu artıq Ukrayna ordusu görür, sahanı görür və yalnız təmas xəttini deyil, bütünlüklə Rusiya ərazilərini görür, Rusiyanın dərinliklərini görür. Təbii ki, burada kosmosun, böyük dövlətlərin kəşfiyyat dəstəyinin müstəsna rolu var. O cümlədən Amerikanın, Avropanın, bu aydındır. Yəni, bunsuz bu texnoloji dəstək olmadan əlbəttə bu qədər geniş əraziyə nəzarət etmək, bu qədər geniş ərazidə olan strateji obyektlərə belə dəqiqliklə hücum eləmək, müxtəlif maneələrdən qorunaraq 2000-3000 kilometr məsafə qət edən dronların uğurlu əməliyyatlarını sonlandırmaq mümkün olmaz. Deməli, Ukraynanın ən yüksək səviyyədə dəstəyi var, amma yenə də sahada Ukrayna xalqıdır, Ukrayna ordusudur. Yəni, nə qədər kənardan dəstək olsa da, hərbi, texnoloji, siyasi, maliyyə, silah-sursat dəstəyi olsa da, hər halda bu möcüzəni edən, Rusiyanı belə ağır vəziyyətə salan, Rusiyanın müdafiə sistemini, müdafiə imkanlarını, müdafiə potensialını sarsıdan Ukrayna ordusunun əskərləridir, zabitləridir, Ukraynanın baş hərbi kəşfiyyat idarəsidir. Rusiyaya belə də heç vaxt yaşamadığı bir zilləti yaşadırlar. Artıq Rusiyanın görürsünüz bir çox şəhərlərində benzin çatışmazlığı var, dizel yanacağı var. Bugün artıq dedilər ki, Moskvada da, bugünə qədər Moskvada bu yox idi, artıq Moskvada belə yanacaq qıtlığı başlayıb. Bəli. Hatta Rusiyanın bir çox yerlərində sanki bir kollaps yaranıb, bir böhran başlanıb yaşanmağa. Ukrayna qorunur. Ukrayna əks hücumları ilə, əks zərbələri ilə Rusiyanın zərbə vurma imkanlarının qarşısını alır. Rusiyanın silahlarının, texnoloji o obyektlərinin, nə bilim, tanklarının, toplarının, Ukraynanın dərinliklərinə gəlməsinin qarşısını almaq üçün məcburdur neft ayırma zavodlarını vursun, məcburdur logistikaları vursun, məcburdur hərbi müəssisələri, obyektləri sıradan çıxarsın. Yəni, Ukrayna sadəcə legitim hədəfləri vurur və bir qayda olaraq Ukraynanın hədəfində də açıq biz görürük, mülki obyektlər yoxdur, mülki insanlar yoxdur. Bu çox önəmlidir, çox vacibdir. Yəni, nə qədər ağır, dəhşətli bir savaş olsa da, Ukrayna sanki o simasını qoruyur, insani dəyərlərə, beynəlxalq humanitar hüquqa sadiqliyini bir formada saxlayır. Bu çox önəmlidir. Amma bütün hallarda baş verənlər əlbəttə Rus xalqının dərisində kifayət qədər ciddi izlər buraxır və məncə bu getdikcə də dərinləşəcək.
indi yanacaq çatışmazlığı var. Birazdan yəqin başqa məsələlərdə ərzaq çatışmazlığı da olacaq. Yəqin rahat hərəkət etmə imkanı da məhdud olacaq. Çünki Ukraynanın gücü, hərbi gücü hər gün artır. Dron istehsalı artır. Dron ümumiyyətlə istehsalına görə Ukrayna bugün dünyada lider dövlətdir. Geri gəlmişkən, indi bir məsələni də qeyd etmək lazımdır. Son gələn məlumatlara əsasən Rusiya tərəfi rəsmi Kreml ƏDV vergisini artırmalıdır və bundan sonra təbii ki, bütün məhsullarda da xeyli şəkildə artım hiss olunacaq. Bax, bu hadisələr bəs necə? Yəni, artıq marketə gələn bir Rus vətəndaşı bu qiymətlərə gücü çatmayanda nə düşünəcək? Əlbəttə, bu bahalaşma deməkdir. Bahalaşma da xalqın dərisindən keçən bir şeydir. Bildiyim qədər orada ƏDV 20%'dir, onu 22% eləmək istəyirlər. Bu aradasa Rusiya büdcəsinə əlavə 12 milyard dollar qazanc gətirəcək. Yəni Rusiya o günə qalıb ki, artıq 12 milyard dollardan ötəri öz xalqını belə dərisini soymağa hazırdır. Əlbəttə, insanları narazı salacaq, narazılıq, sosial gərginlik yaratacaq, bahalaşma yaranacaq. Bahalaşma həm də deməkdir ki, hər adamın, hər bir vətəndaşın imkanı olmayacaq, rəisdən hər şeyi alsın. Yəni, onların həyat səviyyəsi keçənlikinə baxanda aşağı düşəcək. Bu demək ki, narazılıq artacaq, gərginlik artacaq. Yəni, yavaş-yavaş sözün bütün mənalarında savaş Rusiyanın içinə gəlir. Əgər bir gün Rusiya-Ukrayna savaşı Rusiyanın içinə gəlirsə, mən sizin eləmirəm ki, birazdan o Rusiya vətəndaşları və Rusiya dövləti olaraq içəri girəcək o savaşı. Yəni, onların arasında artıq bu qarşıdurma dərinləşəcək. Yəni, Rusiyanın bugün postsovet məkanında apardığı imperiya siyasəti, yayılması siyasəti və belə işğalçı siyasəti, yenidən müstəmləkələr, yenidən bu coğrafiyada olan 100 illərlə əsarətdə saxladığı xalqları yenidən müstəmləkə əsarətinə salma siyasəti məncə bu dəfə çox ciddi bir uğursuzluğa düşər olacaq. Yəni öz başlarında çatlayacaq. Və yəqin ki, nəhayət Rusiyanın indiki bu uçsuz-bucaqsız coğrafiyasında biz fərqli bir siyasi oluşumlar da görəcəyik. Amma hələlik Ukrayna ağır bir dövrünü keçir, mücadilə verir və bu mücadilədə Rusiyanın həm belə deyək, sosial strukturunu dağıdır, həm də hərbi infrastrukturunu dağıdır. Yəqin ki, bu Rusiya üçün həyati əhəmiyyətli obyektlərdən gedir söhbət. Əslində elə bu neft termal zavodları özü də Rusiya üçün çox strateji əhəmiyyətli obyektlərdir. Amma ola bilsin ki, daha da önəmli obyektlər var. İndi ola bilsin hərbi zavodlardır, strateji hədəflərdir, bəlkə də siyasi administrativ binalardır, hərbi rəhbərlikdir və s. Yəni, anladığım qədər hələlik düzdür. Kreml Ukrayna ordusunun hədəfində deyil. Amma yavaş-yavaş biz Moskvada, Peterburqda Ukrayna dronlarının gəzişdiyini seyr edirik. Ola bilsin ki, hansısa siyasi və hərbi mülahizələrdən irəli gələrək müəyyən bir məhdudiyyətlər var idi. İndi o məhdudiyyətlər artıq dediyim kimi müttəfiqlər tərəfindən aradan qaldırılır. Yəni Ukrayna ordusu əli çatan yerə qədər yəqin ki gedəcək. Rusiyanın ərazisi çox 17 min milyon kvadrat kilometrik ərazidə hər şey var. İndi Ukrayna üçün də əslində hər yerə, hər bir nöqtəni vurmaq, hər bir obyekti vurmaq azadlığı var.